Salam əziz izləyicilər, bugün sizlərlə cümlə daxilində tərkib əmələ gətirən fe'li birləşmələri necə müəyyənləşdirmək lazımdır? Bu suala cavab tapırıq. Necə müəyyənləşdirmək olar? Yəni biz hardan bilək ki, bu söz tərkibin içərisinə daxildir, yoxsa ayrılıqda cümlə üzvü kimi götürülür, yoxsa götürülmür? Əvvəla sintaktik təhlil qaydalarına əsasən bunu deyə bilərik ki, təyindən başqa digər cümlə üzvləri fe'li xəbərə, adətən fe'li xəbərə sual verməklə tapılır. Düzdür, təyin də bəzən ismi xəbərə aid olanda xəbərə sual verib tapırıq. Amma əsasən mübtədanın təyini olanda mübtədaya sual veririk, tamamlığın təyini olanda tamamlığa sual veririk, təyini tapırıq deyə. Təyinlə işimiz yoxdur. Amma digər cümlə üzvləri adətən xəbərə sual verməklə tapılır. Yəni mübtəda da xəbərə sual verməklə tapılır, tamamlıq da xəbərə sual verməklə tapılır, zərflik də xəbərə sual verməklə tapılır. Baxaq, burada iki cümlə qeyd eləmişəm. Birinci cümlədə hər iki cümlə mən söz ilə başlayır. Amma birinci cümlədə mən sözü ayrılıb, cümlə üzvü kimi götürülüb. İkinci cümlədə isə mən sözü cümlə üzvü kimi götürülməyib. Baxaq, gördüm. Əvvəla xəbəri tapırıq, sonra xəbərə sual verməklə mübtədanı tapırıq. Gördüm, kim gördü? Mən gördüm. Mübtədanı tapdıq, düzdür. Kimi gördüm? Dostumu gördüm. Nə zaman gördüm? Dərsdən evə qaydanda. Fe'li bağlama tərkibi cümlənin zərfliyi vəzifəsindədir. Və burada mən sözü xəbərə sual verdiyinə görə biz onu ayrıb cümlə üzvü kimi götürmüşük. İndi bu sözlərin həqiqətən də tərkibin içərisinə daxil olub suala cavab vermədiyinə baxaq. Görək, həqiqətən də suala cavab vermir. Xəbərlə əlaqəyə girdi, mübtəda, uzlaşma əlaqəsi. Dostumu gördüm, bu da oldu idarə əlaqəsi. Baxaq bura. Dərsdən gördüm, heç bir əlaqə yoxdur sözlər arasında. Evə gördüm, heç bir əlaqə yoxdur. Deməli, bu sözlər həqiqətən də tərkibin içərisinə daxil olmalıdır. Çünki xəbərlə bağlı heç bir suala cavab vermir. Xəbərlə əlaqəyə girmir. Amma gördüm kim? Mən. Kimi gördüm? Dostumu. Nə zaman gördüm? Qaydanda, dərsdən evə qaydanda. Bunlar hamısı xəbərlə bağlı suala cavab verir, amma bu sözlər ayrılıb heç bir suala cavab vermir. Ona görə də burada tərkibin içərisində götürülməlidir. İkinci cümləyə nəzər salaq. Yenə də xəbərdən başlayırıq. Gəlməmişdi. Artıq burada mübtəda dəyişdi. Düzdür, cümlənin əvvəlində mən sözü ola bilər. Amma bu cümlənin mübtədasıdır, yoxsa yox, bəlkə tərkibin içərisinə daxildir. Elə mən sözün görən kimi biz onu mübtəda kimi götürə bilmərik. Bəzən elə olur ki, o cümlədə bizi çaşdırmaq üçün verilir və tərkibin içərisində olur. Xəbərə sual verir. Gəlməmişdi. Kim gəlməmişdi? Atam. Mübtədanı tapdıq. Bir sadə cümlədə birdən artıq mübtəda ola bilməz. Deməli, biz mübtədanı tapmışıqsa, burada başqa bir mübtədadan söhbət gedə bilməz. Baxırıq, nə zaman gəlməmişdi? Hələ gəlməmişdi. Sonra bir dənə də sual veririk. Nə zaman gəlməmişdi? Mən dərsdən evə qaydanda gəlməmişdi. Baxaq görək, həqiqətən də bu sözlər xəbərlə əlaqəyə girmir. Mən gəlməmişdi demək olmaz. Deməli, mən sözü həqiqətən də tərkibin içərisinə daxildir. Dərsdən gəlməmişdi. Burada dərsdən gəlməkdən söhbət getmir. Evə gəlməkdən söhbət gedirsə, məsələn, mən dərsdən evə qaydanda atam hələ gəlməmişdi, evə gəlməmişdi. Dərsdən gəlməkdən söhbət getmədiyi üçün bu sözün buna heç bir aidiyyatı yoxdur. Ona görə də bu sözlərin hamısı tərkibin içərisində bir cümlə üzvü kimi götürülür. Yadınızda saxlayın. Deməli, biz tərkibə daxil olan sözləri ancaq bu şəkildə müəyyən edirik. Xəbərə sual veririk. Əgər xəbərlə bağlı həmin söz cümlə üzvü olursa, suala cavab verirsə, deməli, onu ayırıb cümlə üzvü götürürük. Yox, əgər heç bir suala cavab vermirsə, xəbərlə işlənən cümlə üzvləri kimi, digər cümlə üzvləri kimi əlaqəyə girmirsə, məsələn, mübtəda xəbərlə uzlaşma əlaqəsində olur, tamamlıq idarə əlaqəsində olur, sonra zərflikdir, daha doğrusu ismi xəbərlə təyin arasında yanaşma əlaqəsi olur bəzən və bu əlaqələr yoxdursa, o söz ayrılıb heç vaxt cümlə üzvü kimi götürülə bilməz. Belə şeylərdə diqqətli olmaq lazımdır.